Elimizə bahar gəlir. Yaz fəsli ölkəmizə bugün saat 13:01-də daxil olacaq. Sabah yerli vaxtla 13:01-də Günəş göy ekvatorunu kəsərək göyün cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və astronomik yaz başlayacaq. Yerin orbiti səmada göy ekvatoru ilə iki nöqtədə kəsişir: yaz bərabərliyi nöqtəsi və payız bərabərliyi nöqtəsi. Və həmin nöqtələrdə günəş şüaları yerin səthinə paralel düşdüyündən gecə ilə gündüz bərabərləşir və bütün coğrafi enliklərdə gecə ilə gündüzün uzunluğu 12 saata bərabər olur. Yaz bərabərliyi gündən sonra şimal yarımkürəsində gündüzlər uzanmağa başlayır, gecələr isə qısalır və bu proses yay günəş duruşu gününə qədər davam edir. Astroloqlara görə planetlərin hərəkəti və yazın gəlişi bürclərdən də yan keçməyəcək. Belə ki, bəzi bürclər altında dünyaya gələnlər üçün yeniliklər gözlənilir. Qoçlar üçün çox uğurlu bir zamandır və hər bir fərdin xəritəsində Qoç bürcünün düşdüyü ev mövzularında yeni enerjilər başlayacaq. Deməli, Yupiter planetinin may ayının 29-unda Əkizlər bürcünə keçməsi ilə ölkəmiz də Azərbaycan xəritədə Əkizlər bürcünün təmsilçisidir. Ona görə də Yupiter də bolluq, şans və bərəkətin planeti olduğu üçün ölkəmiz üçün bu il çox məhsuldar, çox şanslı bir, belə deyim də, perioda işarədir. Torpağın, təbiətin oyanışı, ağacların çiçəklənməsi ilə xarakterizə edilən bu mövsüm iyun ayının 21-nə qədər davam edəcək. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. İyunun 21-i saat 06:42-də baharı yay əvəz edəcək. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Nilufər Səlim, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.